Deməli, başlayaq birinci 26-cı sualla. Deyir ki, həcmi 6 megabayt olan video informasiya ekranın yaddaşının rejimində bu sürətə malik olduğunu bilərək 16 saniyəlik bu divi failin neçə rəng çalarından ibarət olduğunu deyil. Bu video informasiyanın həcminin tapılmasıdır. H bərabərdir A vurulsun B, yəni piksel sayı, vurulsun dərinliyi, vurulsun V, vurulsun T düsturundan istifadə edəcəyik. Deməli, neyniyərik? Baxın, A vuraq B-miz 512, vura 384-dür. Piksel sayı. Yəni 209 vurulsun 384-dür də 128 vuraq 3 yazarıq. Deyiliyər onda 128 207-dir, vurulsun 3. Enimiz yoxdur. Biz dərinliyi tapıb 2-nin qüvvətində yazmalıyıq ki, çalar alınsın. Enimiz yoxdur, onun yerinə en yazdıq elə. V-miz 8-dir, vurulsun 2 üstündə 3. Sonra T'miz də neçədir? 16 saniyədir. Vurulsun 2 üstündə 4. Bərabərdir. Nəyə? 6 megabayta. Megabaytı da biz bitə çevirməliyik. Çünki burada həmişə qrafik informasiyada biz bitlə işləyirik də. 6 vurulsun 2 üstündə 23. Belə yazdıq mı? Bu qaydada. İndi burada eni tapası olsa, deməli 2 üstü 9, 2 üstü 7, 2 üstü 16 eləyir. 2 üstü 3 burada, 2 üstü 19 eləyir. 4 də burada 2 üstü 23 eləyir. 3 vurulsun 2 üstündə 23, vurulsun n bərabərdir 6 vurulsun 2 üstündə 23-ə. Eni də buradan tapası olsaq, 6 vuraq 2 üstündə 23, bölünsün 3 vurulsun 2 üstündə 23. Bunlar ixtisar getdi. 6 ilə də 3 ixtisar getdi. Qaldı 2. Sən tapdığın burada n demişik ki, dərinlikdir. Aldığın cavabı da 2-nin qüvvətində yazırsan, eləyir çalar. Düzgün cavab olur C variantı. 27-ci sualımıza baxaq. Görək 27-də nə deyir? Deyir ki, ikinci nəsil kompüterlər tranzistorlar əsasında hazırlanmışdır. İkinci nəsil kompüterlərimizin element bazası, bəli, tranzistor, yəni yarım keçiricilər olur. Bu düz. Birinci nəsil kompüterlər əsasən mətn informasiya emalı üçün istifadə olunur. Bu səhvdir. Birinci nəsildə ancaq riyazi hesablamalarda istifadə olunur. Mətn informasiyasının emalı ikinci nəsildə baş verir. Kompüterlərin mərkəzi hissəsi ilə periferi hissəsini mikroprosesoru yox, sistem interfeysi əlaqələndirir. Bu cümlə də səhv. Müasir kompüterlər Neyman arxitektura əsasında qurulub daha düz. Bir də düzür. Üçüncü nəsil kompüterlərdə iş dəfə əməliyyat sistemindən istifadə olunub. Bəli, monitor, klaviatura, əməliyyat sistemi bunun hamısı üçüncü nəsildə baş veribdir. Hamısı orada multiproqram rejimi, modulluq prinsipi hamısı oradadır. 1, 3, 4, 1, 4, 5. Sonra dördüncü nəsil kompüterlər böyük integral sxemlər əsasında qurulmuşdur. Bəli, üçüncü nəsil isə integral sxemlər əsasında qurulmuşdur. Xarici yaddaş kompüterin mərkəz hissəsinə aiddir, səhvdir. Xarici hissəsinə aiddir, periferi hissəsinə aiddir. 1, 4, 5, 6, yəni B variantıdır. 28-ci sualımıza keçək. Deyir ki, doğru mülahizəni müəyyən edin. Skaner qrafik informasiyanı kağız üzərinə çıxaran qurğudur. Bu printerin tərifidir. Skaner kağız üzərində olan informasiyanı kompüterə daxil edən qurğudur. Yəni bu cümlə səhvdir. Monitor ancaq mətn tipli informasiyanı ekranda əks etdirir. O cümlə də səhvdir. Monitorda biz qrafik obyekt görmürük ki. Səhvdir. Sistem bloku fərdi kompüterin əsas qurğusudur. Bəli, bir fərdi kompüterin 3 əsas qurğusu var. Monitor, klaviatura, sistem bloku. Bu düzdür. Printerlər iş prinsipinə görə əllə işləyən və stol üstü olur. Əllə işləyən printeri yoxdur. Ümumiyyətlə, printerlər zərbəli və zərbəsiz olur. Bu skanerin növüdür. Dördüncü səhvdir. Mikrofon səsin elektrik siqnalına çevrilməsini təmin edir. Bu düzdür. Keş yaddaş əməli yaddaşa müraciət sürətini artırmaq üçündür. Bəli, keş yaddaş kompüterin işləmə sürətini artırmaq üçün istifadə olunur. Elektrik enerjisindən asılıdır. A variantıdır. 28-ci sualımız. 29. Proqram və onda yaradılan faylların genişlənmələr arasında uyğunluğu müəyyən edin. Paint genişlənməsi belə deyək də BMP və PNG olur. Yəni 1-ə gəlir Y. Corel Draw el adından məlumdur. CDR 2-yə gəlir B. PowerPoint PPT 3-ə gəlir D.
PSD yazılansa Photoshop'un genişlənməsidir. PST yazılansa elektron postun genişlənməsi olardı. 1-ə Y, 2-yə B, 3-ə D. Elə cavab var D variantıdır. Orada dot yazılan da mətn redaktorudur. Buraydı. 29-cu sualın cavabı D. 30-a baxası olsa. Bax, bu ilin qəbul sualıdır. Elə buradan götürüb birbaşa qəbula salınır. ICQ, Telenet, Joker. Bizim bunlar nə idi? İnternet xidmətlərimiz idi. Ümumiyyətlə www-dur. Web sənədlərə əlyeterliyi təmin edir. Protokolu HTTP, HTTPS. 100 netdir. Telekonferans protokoludur. Yəni canlı əlaqə. Protokolu NNTP-dir. Sonra FTP-dir. Faillərin ötürülməsi ilə protokolu FTP-dir. Telenet uzaq məsafədən başqasının kompüterin idarə olunmasıdır. Elə protokol da Telenet. Joper. İyerarxik iyerarxik şəkildə mətn tipli informasiyanın axtarışını həyata keçirir. Bunun belə deyək, protokol da elə Joperdir. ICQ isə chat xidmətidir. WhatsApp-ın elə bir köhnə versiyasıdır. Protokolu Oscar'dır. Deməli, elektron məlumatların ötürülməsi qəbulu bu elektron poçt ola bilər. İyerarxik menu sistemi vasitəsilə mətn faillərinin axtarışını həyata keçirən ICQ-dur. Öz istəmək Joperdir. 3-ə gəlir B. Real zaman çərçivəsində klaviatura köməyi ilə ünsiyyət quran ICQ-dur. 1-ə gəlir C. Telekonferans xəbərlər bloku nədir bu? 100 netdir. Bu gəlmir. Uzaqda yerləşdirilmiş terminalların emulyasiya sistemi, yəni uzaqdakı kompüterləri idarə edən də Telenet. 2-ə gəlir Y. 1-ə C, 2-ə Y, 3-ə B. Cavab C variantı. 31-ci sualımıza baxaq. Müəllim, İzah edəcəm. Səbir olun, sonda. izah edəsiniz. Sonda izah edəcəm. Çox sağ ol. Şəkildəki diaqram hansı texnologiyadan istifadə etməklə qurulub və lent tabları arasında hansı proqramı məxsusdur? Bax, diqqətli baxsaq əgər burada biz öyrənmişik ki, Windows əməliyyat sistemində 3 tip texnologiya var. Poly texnologiyasıdır, plug and play texnologiyasıdır, drag and drop texnologiyasıdır. Gəlin indi bir onlara baxaq. Görək mən nə demək istəyirəm. Baxın, biz insert'ün içərisindən keçərik text qrupundan object əmrinə və burada həminki prosesi yerinə yetirərik. Bax, diqqətli baxın. Bax. Həmin, yəni o quruluş, indi orada biraz yaxşı düşməyib, burada göstərəcəm onu. O quruluş indi açılacaq. Yəni, exec elə bil Word-ün içərisində açılacaq. Bu OLI texnologiyası. Drag and drop texnologiyası mouse'un sol düyməsi ilə obyektin yerinin dəyişdirilməsi və ya köçürülməsi idi. Shift varsa yer dəyişmə, kontrol varsa köçürmək, eləcə də sürüşləmə ilə yenə yer dəyişməkdir. Bir də plug and play texnologiyası bəzi qurulan driverlərin avtomatik yüklənməsi. Bu gördüyümüz OLI texnologiyasıdır və sualda nə istəyir bizdə? Deyir ki, hansı texnologiyası qurulub və lent tabları hansı proqrama məxsusdur? Bu lent tabları burada alignmentdən tuta bilərsiniz ki, home tabında alignment ancaq Excel-də var. Bu OLI texnologiyasıdır və Excel proqramına məxsusdur. Düzgün cavab D variantıdır. Burada da bunu anlayaq və başa düşək. Word. Deyir, aşağıdakı hansı əmrlər file tabına aid deyil. File tabında, ümumiyyətlə burada baxsaz əgər bugünkü gündə hansılar nələr var? Gəlin bir görsədim onu siz. Cəliyə bir gördüyün zəhmət olmasa. İndi görsədim. Bax, fikir verin. Failin daxilində home, new, open, info, save, save as, print, share, export, close, account, option belə əmrlərimiz var. Kateqoriyalarımız var, belə deyək. Dövlət İmtahan Mərkəzi öz kitabında yazır ki, artıq onlar kateqoriyalardır. Deməli, burada aid deyil deyirsə, copy aid deyil. Sonra simbol aid deyil. New aiddir, print aiddir, cut aiddir. Bunlar clipboardda yerləşən əmrlərdir. Open aiddir, paste aid deyil. 1-dir.
3'dür, 6'dır, 8'dir. Yəni B variantı. Düzgün cavabımız budur. Üzrlü sahib. 33-cü sualımıza baxaq. Şəbəkədə istifadəçilərin birgə istifadə etmə imkanlarına aid deyil. Hər şəbəkədə yəni istifadəçilər birgə istifadə edə bilmir. Onlar nələr ola bilər? Bax, skaner işlədə bilərlər. Plot deyil işlədə bilərlər. Data kartı işlədə bilməzlər. 30-cu sual. Deyir ki, şəbəkədə istifadəçilərin birgə istifadə imkanları olmayan, yəni birgə işlədə bilmədikləri, skaner işlədər, periferi qurbanı işlədər, plot deyil işlədər, printer işlədər, amma prosesor, yəni beyin, hər kompüterin özünə aid olmalıdır. Onu işlədə bilməz. Bir də data kart. Data kart kompüterdə USB çıxışına qoşulur. O da hər bir kompüterin özünə aid olmalıdır. 2 ilə 5 işlədə bilməz. 34-cü sual bugünkü gündə öz aktuallığını itirmiş sualdır. Cortana bugünkü gündə onu Copilot adında bax bu proqramımız əvəz edibdir. Copilot bizim suni intellektimizdir. Yəni bizim elə bil o GPT, yəni ChatGPT-nin bir proqramımızdır. Windows mühitində istifadə edə biləcəyimiz qısa yolu bunun WinC-dir bugünkü gündə. Bu bizim yəni suni intellektə əsaslanan köməkçimizdir, o Copilot. Yəni əgər o sual düşsə, bu gün elə düşə bilər, dəyişdirdim. WinC ilə açılır. Burada cavab deyildi, bəli, amma yenə deyirəm, Copilot suni intellekt. Düşsə o düşəcək. 35-ci sual. Deyir ki, klasterin ölçüsü 4 kilobayt olarsa, hər biri 512 bayt həcmə malik 8 faylı saxlamaq üçün neçə klaster lazımdır? Biz öyrənmişik ki, nədir? Bir növ, belə deyək də, bir klasterə ancaq bir fayl yazıla bilər. Əgər burada da klasterimizin ölçüsü 4 kilobaytdırsa, onda 512 bayt həcmə malik 8 dənə klasteri saxlamaq üçün, 8 dənə faylı saxlamaq üçün elə 8 dənə də klaster lazımdır. Çünki faylın klasterin həcmindən asılı olmayaraq biz bir klasterə bir fayl yaza bilərik ancaq. Birdən artıq yazanmarıq. Burada da 8 dənə fayl varsa, hər birinə elə bil ki 512 yaza gedəcək, eləyəcək 8 dənə. Olacaq B variantı. Bu beləcək. 36-cı sual. Deyir ki, şəkildəki dialoq pəncərəsi hansı lent tabına aiddir və nə üçündür? Düşə biləcək sual tiplərimizdən biridir. Deməli, biz əgər bura diqqət eləsək, həmin o hissəni indi sizə açacaq. Keçirik review tabının daxilinə. Review tabının daxilində Compare bölməsi var, müqayisə əmridir. Bunu bir dənə vururuq, belə bir dialoq pəncərəsi açılır. Bu, orijinal sənədlə üzərində dəyişiklik edilmiş sənədin müqayisəsi üçündür. Kombinə əmri isə müqayisə olunmuş sənədləri birləşdirmək üçündür. Deməli, burada düzgün cavabımız o əmrimiz review'dan, sənədlərin müqayisəsi üçündür. Yadımızda qalsın. Cavab nədir? C variantı. Növbətiyə baxaq. 37-ci sual. Bax, yadınıza gəlirsə, bu sual işləmişik. Bu magistrol kitabında da var. Elə yəni, sizə atdığım 144 dənə testin içində də var. Deyir ki, doğru mülahizəni müəyyən edin. Biz vaxtı ilə öyrənmişik ki, mübadilə buferində tutaq ki, 17 dənə obyektimiz var. Biz yəni kat və kopya eləyəndə obyekt gedir, mübadilə feilinə düşür. Bunu bilirik. Diqqətli baxsaq bura, yəni belə deyək də, bax, gəlik bura. Bax, məsələn, bura informatika sözü yazırıq, bura qanun sözü yazırıq, bura məntiq sözü yazırıq. Bunları nə edirik? Seçirik, birini məsələn kat edirik, birini məsələn belə deyək də, kopya edirik, birini məsələn başqa bir şey, yəni yenə kat edirik, tutaq ki, nəsə də mübadilə feilinə əlavə edirik.
Hamısını. İndi baxın. O mübadilə buferindəki əmrlərin ya hamısını birdən-birə harasa əlavə etmək olar. Bax, yəni paste eləyib. Ya da seçib bax belə üzərinə gəlib paste eləyə bilərik. Yəni mübadilə buferində 12 dənə, 17 dənə tutaq ki, obyektimiz varsa 17 dənə. Biz 17 dənə obyekti ya hamısını birdən-birə harasa əlavə eləyə bilərik, ya da tək-tək seçib əlavə eləyə bilərik. Yəni daha 17 dənə 12 dənəsini arası əlavə edeyim seçim. 5 dənəsini elə bir anlayış yox. Mübadilə buferində olan fraqmentlərin bir neçəsini eyni anda mətnə yerləşdirmək olar. Deyir ki, doğru mülahizəni müəyyən edir. Xeyr. Bu səhvdir. Bir neçəsini yox. Ya hamısını, ya da bir-bir. Mübadilə buferində olan bütün fraqmentləri eyni anda mətnə yerləşdirmək olar. Bəli, bu düzdür. Mübadilə buferində olan fraqmentin hər birini ayrı-ayrı mətnə yerləşdirmək olar. Bəli, bu da düzdür. Deyir, mübadilə buferində olan bütün fraqmentləri eyni anda silmək olar. Bəli. Ya eyni anda, ya tək-tək. Mübadilə buferində olan fraqmentlərin birini ayrıqda silmək olmaz. Bu səhvdir. Niyə olmur? Buferdə olan fraqmentlərin bir neçəsini eyni anda silmək olmaz. Bəli, düz deyir. Bir neçəsini seçib eyni anda silə bilmərəm. 2-dir, 3-dür, 4-dür, 6-dır. Yəni B variantıdır. Aydın oldu. Bu getdi belə. 38-ci sual. Gəlin baxaq nə görək nə deyir. Deyir ki, 38-ci sual. Uyğunluğu müəyyən edin. Sənədə mətn rutusu əlavə etmək. Sənədə mətn rutusu əlavə etmək üçün bax 1-ə gəlir Y. Sənədə müxtəlif həndəsi fiqurlar əlavə etmək. 2-yə gəlir C. Görünüşündən mənimdə. 2-yə gəldi C. Sənədə diaqram əlavə etmək 3-ə gəldi A. 4-cü də link əlavə edir. B variantı da şəkil skim edir. 1-ə Y. 2-yə C. 3-ə də nə gəldi A. 1-ə Y. 2-yə C. 3-ə A. Cavab oldu nə variantı? A variantı. Aha. 39-cu sualımıza baxaq. Görək nə istəyirsən. Bu da bu il imtahana düşə biləcək bir sual tiplərindən ola bilər. Deyir ki, içərisində məlumat olan 5 sütun seçilib gizlədilmişdir. A1, C1 xanalarını seçərək sürətini alıb digər yerdə yerləşdirdikdə yalnız A1 və C1 xanaların məlumatları yerləşdirəcək. Bu səhvdir. Gəlin onu sizə göstərim. Bizə dəqiq gözləyir. Baxın, zəhmət olmasa bura. Bax, tutaq ki, fikir verin. 2, 5, 6. Bunu yazmışam. Bax, 5 sütununu seçmişəm, gizlətmişəm. Təbii ki, home'un daxilindən, formatın içərisindən, hide columns əmrindən sütunu gizlətmişəm. Yoxdur sütun. İndi gəlmişəm, bunları kopyalamışam. Və gəlmişəm, burada belə bir yer seçmişəm, paste eləmişəm. Bax, fikir verirsiniz, bu gizli olsa belə o gəlir. Məsələ budur. Yəni, bu birinci düzdür. Xanaların A1 və C1 yerləşməyəcək, B sütundakı da yerləşəcək. Bu səhv. Deyir ki, format dialoq pəncərəsindən protection tabının əmrləri vasitəsilə xanadakı düsturları gizlətmək mümkündür. Bu cümlə düzdür. Bunu sizə izahda da göstərmişəm. Bax, burada formatın daxilində, format içərisində bir növ protection bölməsində xanadakı düsturları gizlətmək yaxud xananı kildə salmaq mümkündür. Yəni, nədir? Bu nədir? Düzdür. İkinci düzdür. Format chase dialoq pəncərəsinin alignment tabındakı shrink to fit əmri mətni xana ölçüsünə uyğunlaşdırır. Bəli, bu da düzdür. Biz bunu harada keçmişik? İnformatika dərsləri. Bax, belə yazdıq, düzdür. İndi gəlirəm bura və keçirəm alignmentin daxilinə shrink to fit əmrini bir dəfə belə sıxıram. Fikir verirsiniz, xanaya uyğunlaşdırır. Yəni nədir? Bu üçüncü də düzdür. Aha. Sonra cədvəlin seçilmiş bir neçə sətrini və sütunu dondurmaq mümkündür. Bu da düzdür, əlbəttə ki, freeze əmri view tabında yerləşir. Bu yalnız sözü səhvdir. Cədvəlin yalnız birinci sətri, birinci sütunu dondurmaq bu səhvdir. Xana daxilində yuxarı və aşağı indeksdə yazmaq üçün hər hansı bir əmr nəzərdə tutulmur. Niyə tutulmur? Bu Word-də də var, Excel-də də var, PowerPoint-də də var.
Baxın bura zəhmət olmasa. Biz keçirik. Bax bu Align fontun dialog pəncərəsinin daxilinə. Fontun dialog pəncərəsinin daxilində subscript, superscript əmrləri. Qüvvətdə yazır uzun olan tay, o birisi də indeksdə yazır. Yəni var elə bir şey. Deməli nədir? 2, 3, 4. Düzgün cavab C variantı. Bu qaydada bunu da anlayaq və başa düşür. Bir dənə bunu silim. Aha. 2, 3, 4 C variantı. Yadımızda qalsın. 40-cı sualımıza baxaq. Erzəllə bağlı olan bir sual tipi. Deyir ki, dairəvi diaqram cədvəlində hansı diapazona uyğun gəlir? Diqqət eləsəz, bu il düşən imtahan sualımızda yenə bunun oxşarı idi. Gəlin bunu bir dənə kəsim səliqəli sizin üçün işləyib. Bizə də gözlüyün zəhmət olmasa. Baxsaq əgər bura. Deyir ki, dairəvi diaqram biri 32%-dir, biri 17-dir, biri 23-dür, biri 28-dir. Biz elə bir diapazon axtarmalıyıq ki, onun daxilində 4 dənə xana olsun. 4 xanadan çox olmasın. Məsələ budur. İndi baxıram, elə hamısında 4 dənə xana var. 4-dən artıq deyil. Variant yoxlamaq lazım. C3, C6, bax, 17, 34. Bax, bura 17 var, 17. Bura 34-dür. Nətər ola bilər ki, C3, C4 üzr istəyirəm, səhv göstərir. C3, C4 deyirsə, bax, bu diapazonda. Bax, həmişə belə işarəliyim. C3, C6 daha doğrusu. Bax, buradır da. Düzdürmü? Bura 25%'dir. Bura 29%'dir. Bu necə olar? 32'miz 25%'dir. 17'miz 29%. Bu gələ bilməz də, bu səhvdir. Çünki 29 olanın faizi daha çox olmalıydı. Bu getdi. Nədir? A variantını yaddan çıxardır. Bu getdi. Gəlir A1, A4 diapazonuna. 15%, 10%. A1, A4 deyən kimi yenə diapazonumuzu belə işarələyirik. 15%, 10%. 20%. O birisi nədir? 35%. Belədir də. Düzdürmü? İndi bu da hardasa düz gəlməyəcək, amma bir dənə də yoxlayayım da. İndi məsələn 32%-imiz 15-dirsə, 10%-imiz görək həqiqətən 17 eləyə bilərmi? X deyirəm, onu vururam 15-ə. Düzdür? Bölürəm neçəyə? 32-yə. Mən inanmıram, yəni onu ixtisar eləsən, hesablasan elə bir şey çıxar. Bu da düz gəlmir. Çünki buradan da tutmaq olar. Necə olar ki 17-miz 10-dur, 17%-imiz, 32-miz 15-dir. Bu biraz daha çox olmalıydı. Bu cümlədə səhv. Bu da getdi. C-yə baxaq. B2, B5. B2 nədir? B5. Bax, buradır da. Bax, bura. 26, 14. Aha. Sonra o birisi nədir? 18. O birisi nədir bəs? 22. İndi, bax, tutaq ki, 26-mız 32%-dir. 32%. Aha, 14-ümüz nədir? X. 14 vuraq 32. 32. Böyle 26. Belədir də. Bunlar da belə deyək. İxtisar getsə yenə ödəməyəcək. Bu da gəlmir. B1, B4 deyək, tutaq ki. B1, B4. B1, B4 aradı. B1, B4. Bax, bura. Düzdür. Yəni, bir belə detallı deyirəm ki, başa düşək. B1, B4. 12, 26. Nətər eləyə bilər? 32-miz budur, 26-miz budur. Bu da düz gəlməli. Gəl görək Y variantı düz gəlir. D3, D6. D3, D6. Buradır da, düzdür. İndi baxaq. 22, 29, 16, 31. İndi 32-miz
bizim 22-dirsə, belə deyək də, 17-miz x-dir. Görə 29 alacaq mı? 17 bıraq 22 bölək 32. Deyəsən bu tamla alınacaq, hə? Elə mi alınır? Bunlar ixtisar gedir. Burada düşür 11, burada düşür 16. 17-yi vurursan 11-ə, bir dəfəsi 17, bir dəfəsi də 17 eləyir. 7, 8, Müəllim, hə, 1. üzr istəyirəm, bu Y variantında 22 ilə başlayır. Axırıncı 31 olur. 32%, 22%-dən çoxdur deyə o Y ola bilməz. C-yə təkrar baxarsınız, C olmalıdır. Onda yəqin ki, yazım mən də açıq. Qoy C-yə baxın. B2, B5. B2, B5. Burada düzdür. Aha. Deməli, baxın. 32-miz 26-dır, düzdürmü? Bu 17-miz 14-dür. 23-ümüz 18-dir. 18. O birisi nədir? Bu da 22-dir. Bu bizə nəsə təqribi alınır bəlkə də. Bu 32-miz 26-dır. 17-miz görək 14 olacaqmı? 17 vuraq 26 bölək 32. Aha. Bunlar ixtisar getdi. Burada düşdü neçə? 13. Düzdürmü? Burada düşdü neçə? 16. 17-yi 13-ə vurası olsa, 3-də və 7-nin 1 yazaq. 2 ya da 3-də 1, 3-də yad idi 5. Bir dəfəsi də 17 edir. Düzdür? 1, 2. Burada neçə edir? 17 edir. 221 edir. Elə 221-i bölsək 16-ya, bir dəfə 22, bir dəfə 16, 6. 61-in içində neçə dəfə gələr? Neçə dəfə gözlə görüm. 4 dəfə yox, 3 dəfə gələr də. 3 dəfəsi də 48. 48. 61-dən də 48 çıxanda neçə düşür? 13 mü düşür? 13. 13. Bu elə bil ki, 13 tam nə qədər düşür? Yəni tamla alınır. Təqribi onu neçə götürmək olur? 14 götürmək olur da. Bu diaqram yəni tamla qurulubdur, tamla alınır. Bəli, 14 götürə bilərsiniz. Məsələn, qoy bir dənəsində yoxlayım, dəqiq deyim sizə. Bax, məsələn, 28-imiz 22-dirsə, 23-ümüz x-dirmi? 23-ü vurdum 22-yə, böldüm 28-ə. Bunlar ixtisar getdi. Burada qaldı 11, burada qaldı 14. 23 11-ə vursaq, bir dəfəsi 23, bir dəfəsi də 23. 3, 5, 2, 253. 253 bölünsün neçə? 20 neçə idi? 253 bölünsün 14. Hə. Bir dəfəsi 14, 11, 3. Düzdür? 11, 3. Deməli, 11 ilə 3-ün içində də 8 dəfə görək gəlir. 8-də 4, 32 yazıq. 32. Bəli, 18 tam nə qədər? 18 tam gəlir də, bu da düz gəlir. Bəli, elə C variantıdır. Yəni, tamla gəlir. Başqa düşürsünüz, dəqiq alınmır. C, düz. Belə. Sonra, keçək növbətiyə, 41-ə gələk. Slaydları gizlətmək üçün hansı tabdan istifadə olunur? Təbii ki, slaydlarımızı gizlətmək üçün biz nə edərik? Slide Show-un daxilindən setup'ın içərisindən hide slide əmrindən istifadə edərik. Gizlədilmiş slaydın üstündən xətt çəkilir. Bax, belə. Bu formada çarpaz xətt çəkilir. Nəyə gizlədirsinizsə. Və animasiya verilmiş slaydın üstündə ulduz işarəsi olur. Cavab A variantıdır. Deyir, aşağıdakılardan hansı təqdimatın proqram pəncərəsinin interfeysinə aid deyil. Dəfələrlə dediyimiz bir şeydir ki, formula var, yəni düstur sətri ancaq Excel-ə məxsusdur. Heç bir ofisdə bu yoxdur. Amma qalan hamısı PowerPoint-da var. Cavab C variantıdır. Bəli, təkrar düşə bilər. 43-cü sualımıza baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. Nisbətin gücü. Bu kartreçlərin sayıdır. 1-ə gələcək nə? D. Nisbətin qüvvəti G hərfinə güzgüdə tərsinə baxanda D hərfi kimi görsənirdi deyildi. Domenlərin sayıdır, yəni sütunların 2-yə gələcək A. Atribut isə cədvəlin sütun başlığıdır. 3-ə də gələcək Y.
Deməli, 1-ə gəldi D, 2-yə gəldi A, 3-ə gəldi nə? Y. Cavab oldu Y variantı. Bu beləcək. Sətirlərin sayı da dediyim kimi, e, deməli, həm də cədvəlin sətri deyil, sətirlərin sayı olardı. Sətri yazıdır, rekord. Cavab oldu nə? Y variantı. 44-cü sualımıza baxaq. Bax, bu da bir imtahan sualı ola bilər. B variantı. Necə? Nə variant? Səhv dedim. Ötmüşdə deyirəm mən bir. Y-dir də, Y-dir. Y. Yəni variantı səhvdir. Bax, 1-ə gəldi Sən D. yeni Y variantıdır. Y. 1-ə gəldi D. 2-yə gəldi A, 3-ə də gəldi Y. Cavab da oldu Y variantı. Bu 44-ü izah eləmək istəyirəm. Ay xəyal, Y variantı deyirəm, Y. 44-cü sualımıza da baxaq. Bu təkrar oluna bilər. Bax, bu sualda təkrar oluna biləcək bir sual tipi də akseslə bağlı. Çox maraqlıdır, izah eləyəcəm. Bax, deyir ki, aşağıdakı bağlayaq. Hə. Deyir ki, aşağıdakı şəkildə ballar cədvəli verilmişdir. Bu cədvəl əsasən formada belə bir sorğu verilibdir. 4 yerdəki tələbələrin sıra nömrəsi ardıcıllığını müəyyən edin. Bax, bu 90 sınavın içində buna aid də sual tipi var. Yəni, buna aid işləmiş. Deməli, baxın. Ümumiyyətlə, birinci burada bu aşağıda olanları sizə demək istəyirəm. Videoda izah eləmişəm. Bu cədvəli göstərir. Bu sıralamadır, sort. Azalma ardıcılığından artma ardıcılığına. Bax, descendingdir. Bu sözə diqqət edir ki, aldığımız cavabı məntiq sırasına görə artma ardıcıllığından düzəlcəyik. Daha doğrusu azalma ardıcıllığından descending. Show görsənir, axtarışda ortaya çıxacaq ballar, sonra məntiq nəticəsi, ada görə bal, ID-yə görə, sonra bir də xaricidir. Yəni, nəyin qabağında qalçıq işarəsi varsa, axtarışda onlar görsənəcək. Kriteriya bölməsi ənddir, or bölməsi də elə ordur. Biz indi məntiq nəticəsi 45-dən böyük bərabər olanları yazaq. 45-dən böyük bərabər olan 1-dir, 2-dir, elə özüdür, 3-dür, 4-dür, başqa var? Yoxdur, elə 1, 2, 3, 4, başqa yoxdur. İndi əgər, bax, bu orun qabağındadırsa, biz bunların orunu tapacağıq. Yox, amma bu işarə, bax, bu ifadə burada olsaydı kriteriya, onda əndini tapardıq. Əgər burada da olub, burada da olsaydı, ikisinin əndini tapıb, sonra orunu tapardıq aşağıdakı. İndi hal-hazırda orunu tapacağıq, aşağıdadır, orun qabağında. Burada yazılıb ki, not kiçik 20, belə not var qabağında, bax, belə bir ifadə var. Not varsa, biz aldığımızın əksini götürməliyik. Not kiçik 20, böyük bərabər 20 deməkdir. Yəni, biz 20-dən böyük bərabər olanları tapmalıyıq. Kiçik yox, nota görə indi böyük bərabər olanları tapmalıyıq. Nəyi özdə? İnformatika nəticəsi. 20-dən böyük bərabər olanlar. 1-dir, 3-dür, 4-dür, 5-dir. Düzdür? İndi ikisinin oru bizə nə verəcək? 1, yenə deyirəm. 1, 3, 4, 5. İkisinin oru ikisinin birləşməsidir. 1, 2, 3, 4, 5 verəcək. Buradakı descending, yenə deyirəm, azalma ardıcıllığıyla düzülmədir. Böyükdən kiçiyə doğru. Amma ascending yazısı artma ardıcıllığıyla düzülmür. İndi biz bu ifadələri məntiq nəticəsinə görə düzək. Birinci 47-dir. Üçüncü birinci olacaq. Çünki nəticəsi 48-ən böyükdür. Birinci bu gələcək, üçüncü. Sonra diqqətli baxsaq, sonra ikinci növbəti 47 gələcək. Birinci. Daha sonra ikisi də 4-də, 5-də, ikisi də 45-dir də məntiq nəticəsi. Düzdürsən, 4-də, 2-də, ikisi də 45-dir məntiq nəticəsi. 4-ün də 2-nin də. Yəni bu 4-2 də ola bilər, 2-4 də ola bilər. Variantlarda bunun birini verəcəklər. Deməli, 3, bax, Y variantında veriblər. 3, 1, 4, 2, cavab olacaq Y variantı. Qutardı getdi. 45-ə də baxaq. Deməli,
Deyir, web səhifələrdə saxlanılan faylların ünvanı, yazılışı formasını ifadə edən rəqəmlər ardıcıllığını müəyyən edin. Birinci protokol gəlir. 3. Həmişə fayl sonuncu gəlir. Həmişə. Nədir? Fayl sonuncu gəlir. Faylın adı. Web səhifədə saxlanılan faylın adı. Elə 3 ilə başlayacaq, 4 ilə yekunlaşacaq. Cavab A variantı. 3, 2, 1, 5, 4. 46-ya da baxaq. Bu sual təkrar, yəni işləmişik bu sualı da. Bunu da təsəlli eləyək. Deyir, 123 onluq ədədinin ikilik yazılışındakı birlərin sayı 6-ya bərabərdir. Ne edirsiniz burada? 123'ü 2'ye bölə-bölə gedirsiniz. Ya da ki, o dediyim əvvəlki qaydadan istifadə edə bilərsiniz. 61 dəfə eləyir də, düzdür? Onda neçə eləyir? 122 mi eləyir? 1, 61-i təzədən yenə 2-yə bölürsünüz. 30 dəfə eləyir, 60 eləyir, 1, 30'u 2'ye bölürsünüz, 15 dəfə eləyir, 30, 0, 15'i 2'ye bölürsünüz. 7 dəfə 2, 14 eləyir, 1, 7-ni 2'ye bölürsünüz, 3 dəfə 2, 6, 1 eləyir, 3'ü 2'ye bölürsünüz, 1 dəfə 2, 2, 1 eləyir. 1, 2, 3, 4, 5, 6, 7 mi eləyir? Burada da birlərin sayı 6'ya bərabərdir, 7'yə bərabərdir. 16'lık sayı sistemindən böyük rəqəmli ədəd FF-dir. Bax, bu düzdür. 16'lık sayı sisteminin ən kiçik 2 rəqəmli ədədi 16'dır. Xeyr, istənilən sayı sisteminin ən kiçik 2 rəqəmli ədədi 10'dur. 1, 0, 3. Səhvdir yəni. İkilik sayı sisteminin ən kiçik 3 rəqəmli ədədi 100'dür. 1, 0, 0. İstənilən sayı sisteminin ən kiçik 3 rəqəmli ədədi 100'dür. 1, 4 də səhvdir. İkilik sayı sisteminin ən kiçik 3 rəqəmli ədədi 16'lık sayı sisteminin ən böyük 2 rəqəmli ədədi cəmi 259 edir. 16'lık sayı sisteminin ən böyük 2 rəqəmli ədədi FF-dir. İkilik sayı sisteminin ən kiçik 3 rəqəmli ədədi isə neçədir? 100'dür. Bunun ikisini də biz biri ikilikdədir, biri 16'lıqdadır. Neyini? Onluğa çevirək. 0, 1. 15 vurulsun 16 üstündə 1. Üstə gəlinsin. 15 vurulsun 16 üstündə 0. Bu toplasaz 240 eləyir. Bunu hesablasaz 0, 1, 2. 1 vuraq 2'nin kvadratı, qalanını vurmağa ehtiyac yoxdur da. 0 eləyir. 4 eləyir. 4 ilə də 240 mi yoxsa 250 mi eləyir bunu hesablayanda? Necə deyək, 15 vuraq 16. Hə, 15 də var. Hə, 255 eləyir bu. 255 səhv toplamışam. 4 də burada 259 eləyir. Bəli, düzdür. Deməli, nədir? Hələ 2 düzdür, bir də 5 düzdür. 64 onluq ədədinin ikilik yazışında sıfırların sayı 7'yə bərabər. Gəl baxaq, 64 2 üstü 6'dır. Bunu biz ikilikdə yazsaq, deyirdik ki, bu yazılışda bir bu arxasında 6 dənə də sıfırdır. 6'ya bərabərdir. Yəni, bu da səhvdir. Bizə də 2, 5. 47'yə baxaq. Deyir ki, nə deyir bu görün? A7 xanasındakı düsturu icra olunduqdan sonra nəticə nə olacaq? Bax, daxilinə baxsaq, düşə bilər bu sualda bu imkan. Birinci bu len işlə, len A2. A2 xanasına Azərbaycan yazılıb. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənədə, düzdürmü? Səhv saymamışam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə budur. Sonra nə yazılıb ayrı? A2C4 yazılıb. A2C4, sonra power 3B2. Gəl power'ı da hesablayaq. Power 3B2 xanasına nə yazılıbdır? B2 xanasına 4 yazılıb. 3 üstü 4, 81 edir. İndi ümumi də sam var. A2C4'ü nə edək? Cəmləyək. A2-dən C4 ədədlər 8, 4, 12, 12 ilə 8, 20, 20 ilə 8, 28, 28 ilə 5, 33. Düzdürmü? 8, 4, 12, 12 ilə 8, 20, 28, 33. Toplasaq indi bunları. 33 ilə 10, 43, 43 ilə 81 neçə eləyəcək? 4, 12, 124. Bu qaydadır. Bu da getdi belə. Son 2-3 sualımız qaldı. Deyir ki, bu ifadəni hesabla. Algoritmlə bağlı olan bir sualdır. Həmişə ardıcıl şəkildə. A bərabərdir 10, B bərabərdir 15, A bərabərdir 5 çıxaq A, 15 çıxaq 10 neçə eləyəcək? 5. B bərabərdir
A-mız artıq neçədir? 5-dir. Onu yaddan çıxardırıq. Ha. B-miz hələ də 15 tamam. B bərabərdir. B, yəni 15 üstə gəlsin. 2 vuraq. 2 dəfə 5 neçə edir o? Eləcə neçə? 25. Bunu da yazdım. Sonra B bərabərdir. İndi B-miz artıq 25-dir. A-mız hələ də 5-dir. Bunu da yaddan çıxardırıq. B bərabərdir. 3 vurulsun. 3 dəfə 5 neçə edir? 15. 15 çıxılsın. B bölək 5. 25 bölək 5 eləyəcək 5. 15-dən 5 çıxanda neçə eləyəcək? 10. Deməli nədir? B-mizin son qiyməti 10-dur. 49-a baxaq. 49 görək nədir? Enerjidən asılı olmayan yaddaş. Bax, bayaq da təkrar elədik. Video yaddaşı asılıdır, əməli yaddaşı asılıdır. 2 asılı deyilir, yəni daimi yaddaş. Yəni ROM sərt diskdə asılı deyil, bir də TUMOS asılı deyil, 5. 50-ci sual, bax, onu sizə yadda saxlamaq 2, 4, 5 oldu. 50-ci sual, onu sizə hesablama qaydasını, yadda saxlama qaydasını öyrətmişdim. RGB. Məsələn, Sərt disk daxili yaddaş deyil. daxili yaddaş deyirdi, eləmi? Daxili yaddaş deyirsə, bəli, 4 yoxdur. 2-dir, 5-dir bir dənə. 50-ci suala baxın. Deməli, baxın, F burada belə deyirdim də, deyirdim ki, hansı rəngin kodu varsa, onu istəsən qırmızı rəngdir də bu. Belə işləyirdik. Məsələn, green olsa, yaşlı olsa, belə eləyirdik. Blue göy olsa, belə eləyirdik. Hansı rəng deyirdisə, ona FF yazılır, digərlərinə 0 yazılır. Burada indi bu birinci qırmızı rəngi göstərir. Birə gəlir B. Bu hamısı F olanda deyirdim ağ rəngi göstərir. Hamısı 0 olanda da qara rəngi göstərir. Üçə də gəlir D. Aydın oldu mu? Bu qaydada bunu da yadımızda saxlayıq.